Salam əziz insanlar, Aydınlanma kanalına xoş gəldiniz. Bu dəfə sizə niyə bizim belə bir gündə olduğumuzu, yəni həyatın niyə belə gündə olduğunu, bizim hardan hara gəldiyimizi, niyə məhz bu günə gəlib çıxdığımızı başa salmağa çalışacağım. Birinci qeyd edeyim ki, gördüm ki, sonuncu videonun altında şərh yazan adamın şərhinə söyüş yazmışlar. Baxanlara bildirmək istəyirəm ki, söyüş yazırsınızsa digər insanı söymək lazım deyil. Şərh yazanı söymək lazım deyil. Məsələn, mənim özümü söyə bilərsiniz, söyüşünüzü mənə ünvanlandıra bilərsiniz. Onsuz da Instagram sosial şəbəkəsində belə pis heç nə demirəm, amma orada anbaan söyüşlər gəlir, söyüşlər yazılır. Çünki insanların egoizmini tənqid eləyəndə onlar səni sövməklə düşünür ki, sənin cəzanı verir. Bax, belə bir kitab var, o dəfə bu kitaba deyinmişdim. Yəni, toxunmuşdum. Belə bir kitab var. Kitabın adı, görürsünüz, yazılıb, Aqada. Tövratdan əmələ gələn bir kitabdır. Hardasa bu kitabın, belə deyək də, bizim eramızda 200-cü, 500-cü illər arasında yazılmış, qeydə alınmış bir kitabdır. Yəni, hardasa 1500-dən artıq yaşı vardı. İndi mən sizinlə bax bu məqama toxunmaq istəyirəm. Allah insan necə yaratdı? Ümumiyyətlə, Allahın işığı hardan əmələ gəldi? Allah insanı necə yaratdı? Gəlin buna baxaq və şərhimizi bildirək sizinlə bir yerdə. Rabi Eleazar deyirdi. Gəlin birinci buna baxaq. Rabi Eleazarın işıq haqqında dediyinə. Ya bu Rabi Eleazar demir, bunu Rabi Simeon ben Ego Sadok deyir. Rabi Simeon ben Ego Sadok soruşdu. İşıq necə yarandı? Və Rabi Samuil bar Naxman cavab verdi. Allah əsrarəngiz gözəl ağ paltarlarını geyindi və onlardan əks edilən işıq kainatın hər bir yerinə yayıldı. Dzogçeni öyrənən, mənim danışdığım Dzogçendən məlumatlı olan insanlar oradakı Nirmanakaya, Dharmakaya və Samkhagakaya anlayışları haqqında yəqin ki, anlayıblar, mənim dediklərimi başa düşüblər. Bax, orada da işıqdan söhbət gedir. Burada biz həmçinin Sühravardinin işrakizm fəlsəfəsində yadımıza sala bilərik. Rabi Eleazar deyirdi. Allahın yaratdığı işıq o qədər təmiz idi və o qədər güclüydü ki, insan o işıq vasitəsilə kainatın əvvəlindən sonuna qədər, A nöqtəsindən sonsuz nöqtəyə qədər hər bir şeyi görə bilərdi. Amma yer üzərində günah və səhvlər yarandı deyə o işıq bulanıq olmağa başladı və ona görə də biz o işığı görmürük. O işıq yalnız və yalnız övliyalar üçün, müqəddəs insanlar üçün ölümdən sonraki reallıqda mövcuddur. Yəni biz onu sizinlə bir yerdə o işığı görə bilmərik. Burada nədən söhbət gedir? Bax, bu pritçadır da. Pritçanı da bilirsiniz ki, olduğu kimi, yazıldığı kimi qavramaq olmur. Məcazi mənaların çoxdur, bildiniz. Nə deməkdir bu? Yəni,
huzurun işığı, diqqətin işığı, şuurun işığı. Bax burada şuurun işığından söhbət gedir. Şuurun işığı hər yeri işıqlandırır. Hər şey işıqlandırır. Amma günah yarandı deyə, düşüş oldu deyə şuurun işığı bulanıq oldu. Və biz indi ümumini, bütövü görə bilmirik. Hər bir şey kainatın əvvəlindən sonuna qədər deyiləndə bütöv nəzərdə tutulur. Biz bütövü görə bilmirik indi sizinlə. Biz ancaq diskursiv ağlımızla parçalanmış gerçəkliyi qavraya bilərik. Və burada bu Agada kitabında onda bir dəqiqə qeyd edeyim ki, bu Isidor Kaufman'ın Rabbinin çəkdiyi bir rəsmdir. Bax bu gördüyünüz rəsm. Isidor Kaufman 1853-1921-ci ildə ömür sürmüş rəssamdır. Bu kitabda, Agada kitabında Allaha əbədiyyətdən əvvəl olan belə deyək də sözü yapışdırılır. Yəni əbədiyyətdən əvvəl olan, əbədi olan Allahla əbədilik eynidir, sinonimdir Tövratda. Allah bərabərdir əbədilik, əbədi olan Yahve. Burada isə əbədiyyət var, əbədiyyətdən əvvəl olandan söhbət gedir. Bildiniz? Yəni bax bu pritçə bu haqdadır. Rabbi Simon deyir, hər zərrənin öz qoruyucu mələyi var. Və bu qoruyucu mələk ona deyir ki, böyü, hərəkət elə, yaşa. Gördünüz? Görün necə hətta indiki elmə, mistik qavrayışa malik olan bir düşüncə tərzidir 2500 il əvvəl insanların şuurlarında yaranmışdı və qeydə alınmışdı. Hər zərrənin bir qoruyucu mələyi var və o ona əmr verir ki, böyü, yaşa, hərəkət elə. Rab Yehuda Ravvanın sözlərinə əsasən belə öyrədirdi. Allah bu dünyada heç nəyi məqsədsiz yaratmayıb. Hətta mənasını görmədiyin canlılar belə bir məqsədlə yaradılıb. Bax, dünyaya, kainata heç bir xeyri dəyməyən insan belə, Adəm övladı belə bir məqsədlə yaranıb. Məqsəd nədir? Fərqindəlik. Quş çox gözəl nəğməsi var quşun, düzdür? Sərçənin. Amma o sərçə o nəğmənin fərqində deyil. O nəğmənin fərqində olan sənsən və məhz onun gözəlliyinin fərqində olan elə də sənsən. Allahın insan vasitəsilə özünü dərk etməsi barəsində hürufilər də danışıb, İbn Ərabi də bu barədə danışıb, Həllac Mənsur da, İmam Əl-Qəzali də, hətta Sədi Şirazi də, Hafiz Şirazi də bu barədə danışıblar. Ki Allah bir növ insan vasitəsilə bunları dərk edir. Məhəmməd Peyğəmbərin belə bir hədisi var, Allah haqqında deyir. Mən gizli bir xəzinə idim və mən özümü tanımaq üçün, özümü aşkar eləmək üçün insanı yaratdım. Mən gizli bir xəzinə idim və özümü aşkar eləmək üçün, tanımaq üçün insanı yaratdım. Yəni burada söhbət insandan getmir. Adam kadmon, Kabbala termini olan adam kadmondan getmir. Şuurdan gedir. Sadəcə yenə deyirəm, qədim insanlarda mistik qavrayışı olan adamlarda belə bizim texnologiyalar yox idi, bizim dillər yox idi. Ona görə onlar onlara yaxın olan sözlərdən istifadə edirdilər.
Görürsüz? Rab Simon deyir ki, hər zərrənin qoruyucu mələyi var. Çünki o dövrdə bu söz istifadə edilirdi də. O dövrdə o deyə bilməzdi ki, hər birisinin bazonu var, müzonu var, elektronu, protonu var. Bilmirdilər çünki. Belə sözlər hələ yox idi. 20-ci əsr fəlsəfəsinə aid olan, postmodernizmə aid olan sözcüklər, anlayışlar hələ ortaya çıxmamışdı. Yəni, insanın gözəlliyi ilə fərqindəliyinin, şuurunun böyük bir fərqindəlik bacarığına sahib olmasıdır. Və deyir, Allah bütün hər bir şeyi məqsədli şəkildə yaradıb. Yəni, hər birisinə bir tapşırıq verir. Hətta ilana da, ağcaqanada da, qurbağaya da. İnsan necə yarandı? Rabbi Simon öyrədir. Allah Taala insanı yaratmaq qərarına gəlib çıxdı. Və o zaman səmavi ruhlar bir-biri ilə güləşməyə başladılar. Biriləri deyirdi, insanı yarat, digərləri deyirdi, onu yaratma. Onu yarat deyirdi, şəfqət ruhu. O, dünyada şəfqət yaradacaq. Onu yaratma deyirdi həqiqətin ruhu. O, dünyanı zibilləyəcək, yalanla örtəcək. Onu yarat deyirdi ədalət ruhu. Çünki o, ədalətli və dürüst işlərlə dünyanı bəzəyəcək. Onu yaratma deyirdi dünyanın ruhu. Çünki o, dünyanı mübarizə ilə, münaqişə ilə, pisliklə, şərlə dolduracaq. O zaman Allah Taala həqiqət ruhunu götürür, çırpır yerə. O zaman bütün mələklər başlayır qışqırmağa. Allahım, ey yerin göyün sahibi, sən niyə sənin qüdrətinin təməli olan həqiqəti yerə çırpdın? Onu yer üzündən qaldır Allahım. Və ruhlar bir-biri ilə mübahisə eləyəndə, dalaşanda, müzakirə eləyəndə birdən-birə belə başlarını çevirirlər, görürlər ki, insan yarandı. Və Allah da onlara qayıtdı dedi. Nəyə görə şey eləyirsiniz də, bir-birinizə söz atırsınız? Mən artıq yaratmışam insanı. Bax, belə bir maraqlı hekayədir. Əslində bunun da dərin bir mənası var. Çünki bu mərhəmət, həqiqət, ədalət, dünya, sülh, bu Allahın özünü təcəlli etmə, özünü yaradıcılıqla göstərmə formasıdır. Bu, yəni elə bir mövzudur ki, bunu çox dərindən araşdırmaq olar. Bura gərək İbn Ərabini daxil eləyim, onu, bunu, yəni 2 saat gedəcəm mən bunun başı salana qədər. Rabbi Meyir öyrədirdi. Adəmin bədənini yaratmaq üçün Allah dünyanın hər bir yanından bir zərrə götürdü. Toz zərrəsi. Toz da bilirsiniz ki, humusdan yaradılıb Adəm. Dünyanın hər bir yanından zərrə götürdü. Sonra da ona özündən üfürdü. Həmin o Leonardo, bilmirəm, Leonardo da Vinci idi, o Allahla insanı belə çəkən, bir-birinə belə barmaqlarını toxundururlar. Leonardo da Vinci idi ya başqa bir rəssam idi, dəqiq yadımda deyil. Allah ona bu canlı və ölümsüz əbədi olan ruhu üfürdü və ondan sonra o yaşamağa başladı. Gnostisizmdə bildiyiniz kimi insanın bədənini Safiyadan düşmüş, Safiyanın səhvinə görə yaranmışdı həmin bu dünya, şər dünyası və onlar Adəmin bədəni yox idi.
onlar Adəmi, baxın, Adəm ideal bir enerji sahəsi idi. Allahın yaratdığı Adəm. Bu iblislər, şeytanlar Adəmi həbs eləmək üçün bədən yaratdılar. Bax, gördüyünüz bu bədəni yaratdılar. Və nə baş verdi? O bədəni elə ideal şəkildə yaradıblar ki, bu iblislər, şeytanlar ki, sən həbs edilmisən. Və gnostisizmdə pleromalar var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunlar hamısı qatlardır. Sən bu qatlardan keçmək üçün həyatın zindanından azad olmalısan. Keçmirsənsə, bax bu bədən sənin ruhunun zindanına çevrilib, sənin şuurunda bax bu iblislərin yaratdığı matrisanın içində səni tutmağa, saxlamağa davam edirlər. Allah insanı yarattı və onu Eden cənnətə gətirdi və dedi, bax, gör mənim yaratdığım dünya necə də gözəldir. Onu qoru və bil ki, sənin ona elədiyin pisliyi heç kəs səndən başqa düzəldə bilməyəcək. Sən məsuliyyət daşıyırsan dünyaya görə, sən dünyanın xəlifəsisən. Əslində bu da bir fəlsəfədir. Bu da bir fəlsəfədir. Nə deməkdir? O deməkdir ki, yəni həyatı mənalandırmaq üçün insanlar müəyyən fəlsəfələrdən istifadə edirlər və bu da bu Agada kitabında bizə təqdim edilən və inanc kimi, inam kimi qeyd edilən düşüncələr də sadəcə müəyyən bir fəlsəfədir ki, bu fəlsəfə ilə müəyyən insanlar yaşayırdı. İndi də biz başqa fəlsəfəni yaşayırıq. Yəni, bəzilərimiz məsələn namaz qılırıqsa və düşünürük ki, bizim namaz qılmağımız min illər əvvəl yaşamış insanların tonqal ətrafında rəqs etmələrindən daha üstündür. Xeyr, bu da eyni şeydir. Sən buna inanırsan, o da ona inanır. O da işləyir, bu da işləyir. Həvva. Allah Həvvanı Adəmin qabırğasından yarattı. Niyə görə? Çünki onu gizlin bir yerdən yarattı. Gizlin şəkildə. İn və yan, Adəm və Həvva. Kişi, qadın, in və yan enerjisi. Allah belə dedi. Həvvanı başdan yaratmayacağım. Çünki onu başından yaratsam, Adəmin başından, o özündən razı olacaq. Onu gözdən yaratmayacağım. Çünki onu gözdən yaratsam, o burnunu hər yeri soxmağa çalışacaq. Onu qulaqdan yaratmayacağım. Çünki o hər şeyə qulaq asacaq. Onu ağızdan yaratmayacağım ki, çox danışmasın. Onu ürəkdən yaratmayacağım ki, paxıl olmasın. Onu əldən yaratmayacağım ki, zəbt etmək haqqında düşünməsin. Onu ayaqdan yaratmayacağım ki, belə, necə deyim, sadəlöv olmasın, məsuliyyətsiz olmasın. Onu gizlin bir yerdən yaradacağım, yəni qabırğadan yaradacağım. Və qadını, yəni Həvvanı yarada Allah deyir, Allah onun bədəninin hər bir hissəsini yarada ona deyir ki, təvazökar ol, təvazökar ol, təvazökar ol. Və axırda da deyir ki, amma bu sadaladığımız heç bir qüsurdan qadın azad olmadı, azad deyil. Qədim Hindistan atalar sözləri var idi, belə bir kitab var, Sovet vaxtının kitabı, xoşum gəlir orada. Orada da qadınların nöqsanlarından söhbət gedirdi. İndi qadınlar, müasir qadınlar düşünür ki, onlar qisas almalıdır. Bütün kişilərdən qisas almalıdır. Onsuz da görürsünüz, Instagramda dəlxanadır, boşanmaların sayı artır, bütün problemlər yaşanılır. Söhbət ondan gedir ki, artıq qadın olduğuna görə özünü layiqli birisi bilmir, yaşamalı olan birisi kimi görmür. Gərək
kişi ilə mübarizə aparsın ki, yaşaya bilsin. Kişi ilə mübarizə apararaq qadın özünü təsdiqləyir. Bilirsiniz nəyə oxşuyur bu? Mən indi gedeyim Afrikaya, jungle. Girim ora, qorillalarla mübarizə aparım. Siz mənə deyəcəksiniz ki, sənin başın işləmir. Bir gorilla 30 kişi gücündə olan bir gücə sahibdir. 30 kişinin gücünə sahibdir bir gorilla. Mən axmağam, səfihəm, gedim onunla mübarizə aparım. O mənə baxacaq, güləcək. Mən ona nəyi sübut eləyəcəm? Eləcə də qadınların qadın olmalarını rədd etmələri, kişi ilə mübarizə aparmalarını onların həm psixikasına təsir eləyir, həm biologiyasına təsir eləyir, həm fiziki enerjisel sisteminə də təsir eləyir. Belə qadınlar görsən ki, fiziki olaraq bəlkə də qadın kimi qalır, amma psixosomatik problemlər başlayır, bioloji problemlər başlayır, egoizm çevrilmə yaşayır və kişi egoizminə oxşamağa başlayır və ona görə də kişi egoizminə oxşayırsa, orada nəfs də çoxdur, başqa energetika yaranır, problemlər başlayır. Öz qadınlığını qəbul edən qadın, öz gözəlliyini heç kəsə göstərməyə çalışmayan qadın, indi nadir hallarda tapmaq olar onu, amma elə bir qadın, bax bu Həvvadan artıqdır demək olar. Çünki indi balaca uşaqlara belə, qızlara belə deyirlər, sən mənim prinsesamsan. Kişi məcbur edilir ki, sözünə riayət eləsin, sözlərini əməl eləsin, hisslərini kontrol eləsin, amma qadınlar hisslərini kontrol etməyə və sözlərini əməl etməyə öyrədilmirlər. Hələ deyirlər matriarxat olsun, liderlər qadınlar olsun. Matriarxat olsa güya müharibə olmayacaq. Bəs bu içgüdülər necə olsun? Problemlər aradan qaldırılacaq. Xeyr, daha da böyük cahillik olacaq. Və əslində patriarxat da yoxdur. Konveyer sistemidir. Münasibətlər indi konveyerdir. Qadın bu kişini sevir, deyir artıq emosiyalar hiss eləmirəm, çıxıram, gedirəm. Bu ağıllı bir kişidir, bu isə özündən razı, biraz tupoy amma özündən razı, dominant bir erkəkdir. Qadın şuuraltı olaraq, instinktiv olaraq o ağıllı kişini seçməyəcək, gedəcək o xuliqan, narsist, egoist kişini sevəcək. Sonra da deyəcək ki, kişilər yoxdur. Kişi yoxdur, kişi yoxdur həyatda. Kişi deyə bir şey yoxdur. Sən öz psixotravmanı, yaşadığın pis təcrübəni bütün hər kəsə yayırsan və istəyirsən ki, digərləri də sənin fəlsəfəni təsdiqləsin və Instagramda qadınların çoxusu bununla məşğuldur. Bir video çıxdı qarşıma, bir qadında 2 dənə qızı var, gedirlər bir kişinin yanına, yaxınlaşıb ona deyirlər ki, bizim anamız sizi bəyənir, xahiş edirik, gedin onu şeyə çağırın. Nə deyirlər ona? Görüşə çağırın. Biabırçılıq deyil bu. Bəs bu uşaq qızların atası, onlar atalarını düşünmürlər, onlar da belə hərəkət eləyəcəklər. Ana öz qızlarının yanında deyir ki, mən o kişini bəyənirəm. Bu biabırçılıq deyilmi? Amma buna normal baxılır. Ona görə 1500 il əvvəl deyilən sözlər həqiqəti özündə daşıyır. Bildiniz? Mən kişi deyəndə evinə o söz var, kişi arxası ilə açmalıdır qapını, klokla girməlidir. Mən ona kişi demirəm. Mənim üçün əsl kişi obrazı Herakldır. Çünki var dövləti var, amma qadınların dalıcı qaçmır, qadınlara görə mübarizə aparmır, qadınlar onun həyatının məqsədi deyil, ailə həyatı məqsədi deyil. Onun ilahi məqsədi var, o da atasının yanına, Zevsin, Allahın yanına qayıtmaqdır. Mən ona görə ona əsl kişi deyirəm.
və mənim sevdiyim, bəyəndiyim bir obrazdır. İndi məsələn, mən Instagramda o egoizmi olan qadınları tənqid edirəm, halbuki mənim qadınlarla heç bir işim yoxdur. Amma egoist olan qadınları tənqid eləyəndə onlar deyirlər ki, sən geysin. Latent gey. Sən geysin. Sən geysin. Sənə qızlar fikir vermirlər, qızlar səni bəyənmirlər. Çünki sən geysin, sən qalıboysun. Çox gülməlidir. Yəni, bir kişi qadınların dalıca qaçmışsa, o geydir. Gördünüz? Qadın ağlı hiləgərdir. Qadın ümumiyyətlə çoxsunu deyirəm, yəni o yaxşılarından İraq uzaq olsun, hiləgərdir. 2 uşaq var, 2 qızlı, bir dənə oğlan. Bu 2 qızın 6-7 yaşı var, bu uşağın, oğlanın 5 yaşı. Bu oğlan gəlir bunlarla oynamağa çalışır, mən də müşahidə edirəm də, elə belə eşidirəm. Bu 2 qız buna qayıdıb, bu balaca uşağa bilirsiniz nə deyir? Biz qızıq, bizə hər şey olar, sənə isə olmaz. İndi siz deyəcəksiniz ki, onlar safdır. Hey, onların içində iblis yaşayır. Kişi tupoy ola bilər, amma o qadın qədər hiləgər, manipulativ, bic olmayacaq. Elə birisi təbii ki, diktator olacaq, yaxud da ki, tiran olacaq. Amma mən heç kəsi qınamıram, çünki bu bioloji sistemdir. Kişi bu acımasız dünyada mübarizə aparmaqla sağ qalmağa çalışır. Çünki o hər kəsi düşmən kimi görməyə məcburdur onun psixikası. Qadın isə görür ki, bu işləmir. Deməli, nə ilə hərəkət eləmək lazımdır? Hiləgərliklə. Təsəvvür elə, bir qadın, bir kişi var, bir qadın ona səmimi olaraq qədim zamanlarda yaxınlaşır, deyir ki, mən bunu istəmirəm. Bu, deyir, rədd ol buradan, mən səni sevmirəm. O biri gəlir, yalandan o yanında yaşayır, yalandan şeyir, deyir, hər şey əladır. Yəni, qadın manipulativ, hiləgərlik işlədən qadınlar tarix boyu sağ qalıblar. Düşmənlər gəliblər, kişiləri öldürüblər, mən sizlə getmək istəmirəm, mən sizi saymıram deyən qadının başı kəsilib. Amma düşmənlə bir yerdə onun yatağına gedən qadın sağ qalıb və ona övlad dünyaya gətirib. Həyat acımasızdır. Ona görə bu kanalda nickneymi acımasız həqiqətlərdir. Gerçəklik budur. Qədim Romada sui-qəsdə normal baxılırdı. İndi buna normal baxılmır. Monoteist dinlər dedi ki, dözmək lazımdır həyata. Nə olur olsun. Təbii ki, bu da yaşam fəlsəfəsini saxlamaq üçün lazımdır. Amma gerçəklik budur. Instagram sosial şəbəkəsində kişiləri qınamaq, kişiləri tənqid eləmək, kişiləri söymək, kişiləri aşağılamaq, kişiləri heç saymaq normallaşıb. Və yaxşı qadınlar orada deyirlər, orada yoxdurlar. Qadın deyir ki, kişi yoxdur. Bəs sən niyə ad gününü Fransada, Parisdə keçirtmək istəyirsən? Niyə? Necə yəni kişi yoxdur? Mənə yalan danışmayın. Eksperiment keçirdilər. Bir dənə gözəl kişi götürdülər və eybəcər bir qadın. İkisi də sosial şəbəkədə profil açdı, tanışlıq saytlarında, proqramlarında. Gözəl kişiyə 10 nəfər qız yazdısa, ən eybəcər qadına 50 nəfər kişi mesaj yazdı. İndi təsəvvür eləyin, sənin biraz gözəlliyin var, sənə bu qədər mesaj yazılır. Sənin egoizmin hara qədər qalxacaq? Özündən razılığın hara qədər qalxacaq? Hələ üstəlik bu Instagram blogerləri, coachları, başına xarab qadınlar sənin beyninə bu zibili də tökəcəklər. Gör sənin egoizmin nə qədər böyüyəcək. Sonra da sən müəyyən yaşa çatıb deyəcəksən ki, kişilər yoxdur, kişi yoxdur, sevgi yoxdur. Necə yəni yoxdur? O qədər kişi səni yazırsa, bəlkə də
içlərində gözəl bir insan var. Amma sənin egoizmin, beynində uydurduğun obraz reallığa uymayacaq, ömrü boyu uymayacaq. Qadınlar var ki, pişik haqqında videolara baxır, göz yaşı tökülür. Ay pişik, ay yazıq pişik, onu qorumaq lazımdır. Amma bir kişiyə bir yaxşı sözü də deməyəcəklər. Yazığı gəlməyəcək. Mən tənqid eləyirəm bir dənə qadını, o Rusiyada yaşayan egoist. Azərbaycanlı bir qız oradan mənə şərhdə yazır ki, utanıram o bizim millətdəndir deyə. Mən də ona yazdım ki, sən xahiş edirəm, məndən o vaxt utanarsan ki, mən sənin vətənini qoruyanda onda məndən utanmaq lazım idi. O düşünmür ki, qadındır deyə düşünmür ki, mən buna görə, yəni hansısa birisinə görə öz millətimdən olan bir insanı pisləyirəm. Çünki artıq bu şərəf, ləyaqət, incə məqamlar belə dəyərli hesab edilmir toplumda. Bildiniz? Bəli, mən düşünürəm ki, kişilərin qədri, dəyəri bilinməlidir. İndi bilinmir, heç sayılır. Bəli, kişilərin 80%-i peyinlə başı doludur. Amma sizə kim deyir ki, gedin o 80%-i seçin? İnsan yaxşı bir insanla münasibətdə olmaq istəyirsə, zehinlə seçməlidir. Ortaq nələrimiz var? Bu mənə uyğundurmu? Amma sən instinktlərinlə o kişini seçirsənsə, kimi seçirsən? Xuliqanı, narsisti, egoisti. O da sənə cəzanı verəcək. Çünki sən yaxşını seçmədin, bunu seçdin. Yaxud da ki, sən ümumiyyətlə deyirsən, heç kəs yoxdur. Bir qadın mənə dedi ki, bilirsən, Azərbaycanda kişi yoxdur. Mən dedim, hə, düz deyirsən, Azərbaycanda kişi yoxdur. Mən ona demədim ki, bu sənin psixotravmandır. Sən müəyyən kişiləri tanımısan deyə ona görə deyirsən ki, Azərbaycanda kişi yoxdur. Bir qadın da deyirdi ki, mən erməni ilə yatmağa razıyam, nəinki. Nəyi demək istəyirəm? Bu onların egoizmidir və feminizm beyinlərə daxil olur, məhv edir. Sizə yaxşı münasibət göstərənin dəyərini bilin. İnstinktlərinizi aldanmayın. Sənin instinktlərin feminin təbiətin sənə deyəcək ki, o özündən razıdır, o egoistdir, o dominant erkəkdir, o güclüdür. Sən zehinlə hərəkət eləmirsənsə, emosional davranırsansa, emosional narkomansansa, sən gedib zibilə düşəcəksən. Çox qadın yaxşılarından uzaq emosional narkomandır. Bugün deyir, mən səni sevirəm, sabah istəmirəm. Çıxdı, getdi. Bildiniz? Yəni, belə şeylər var. Bu belə işləyir. Acımasız həqiqətlərdir bunlar. İndi isə mənim toxunmaq istədiyim əsas məqama gəlib çıxır. Günah, günaha düşmə, günaha batma. Bax belə, günah. İlan sürünən bütün varlıqlardan daha hiləgər idi. Tarlada yaşayan bütün varlıqlardan daha hiləgər idi. Bildiniz də, iblis Adəmi Həvvanı aldatmaq üçün ilan obrazından istifadə elədi.
İndi bu ilan niyə, nə üçün danışmıram? Çünki onu danışa-danışa 2 saata qədər uzadacağım. İlan belə dedi. İndi burada baxın, hər birinizin içində iblis yaşayır. Diskursiv ağıl, egoizm, hiləgərlik, biclik. İndi mən bunu göstərirəm, baxın, görün sizi iblis necə aldadır, nə üçün aldadır və sizdən necə istifadə edir. İblis düşündü, yəni ilan. Əgər düz Adəmə müraciət eləsəm, o mənə qulaq asmayacaq. Amma Həvvaya müraciət eləsəm, qadınlar inanacaq. Taroloq, numeroloq, ezoterik yaxınlaşır kişiyə, kişi deyir ki, bürcülərdən sual soruşur. Kişi deyir ki, maraqlıdır, bəli, amma maraqlıdır, zəhmət olmasa çıxın gedin. Amma qadına yaxınlaşır, deyir, sənin karmanda bu hadisələr baş verəcək. Qadın aldanır. Ondan sonra görün, hiləgərliyə baxın. İlan yaxınlaşır Həvvanın yanına və Allahı pisləməyə başlayır. Diqqət, burada əsas sirli mistik məqamdan söhbət gedəcək, diqqətlə qulaq asın. İlan deyir, o özü ağacın meyvəsini yedi və dünyanı yarattı. İndi burada belə bir şey var. Rabbi Tanhuma, sonra Rabbi Abagu deyirdi. Allah çoxlu dünyalar yarattı. Bu da indiki fizikaya uyğun ola bilər də, kuantum fizikasına. Nəzəriyyə, çox kainat və s. Çoxlu dünyalar yarattı. Amma hər birisini məhv elədi, ta ki bu dünyanı yaradana qədər. Sonra dedi, onlar yararsız idi, bu isə gözəl bir dünyadır. O ağac var, bilirsiniz cənnətdə ağac var, onda alma ağacı var, o alma ağacından yemək olmaz. O alma nədir? Bilik. Şuur səviyyəsi buradadır. Bildiniz? Sən onu yeyəndə nə edirsən? Sən bilgili olanda nəyi itirirsən? Saflığını itirirsən. Düzdür? Saflığını itirəndə sən aşağı düşürsən. Cənnət haradır, bilirsən? Bax, bu otaq elə cənnətdir. Ətraf aləm, dünya ilə, bu dünya ilə cənnətdir. Sadəcə bu proses, bu qadın kişi vizual obrazla, in və yan enerjisi, yüksək şuur, ali şuur və sənin şuurun. Bu ikisi də lazımlıdır. Çünki bu ikisinin oyunu olmasaydı, bu düşüş oyunu olmasaydı, günaha batma baş verməsəydi, bu reallıq, gerçəklik, anlayışlar, fəlsəfələr, bütün bu dünyalar, nəzəriyyələr, illüziyalar və s. şeylər yaranmayacaqdı. Həyatın oyunu, gedişatı oynanılmayacaqdı əgər bu illüziya, günaha batma, günaha düşmə baş verməsəydi. Şuur düşür aşağı. Düzdür? Nə deməkdir? Hər birinizin içində bu hadisə baş verir 2 yaşınızda olanda. 2 yaşlı saflığı itirirsiniz çünki içinizdə artıq ağlınızda iblis dır yavaş danışmağa başlayır. Güzgün qabağında durursunuz, əlinizə baxırsınız, deyirsiniz bu mənəm. Özünüzü bədən hesab edirsiniz. Ağlınıza yığılan, sizə gələn düşüncələrin hamısını özünkü hesab edirsiniz. Düşünürsünüz ki bu fikirlər, bu düşüncələr mənimdir. Psixikanızda İblisin sizi necə idarə etdiyinin fərqinə də varmırsınız. Qorxunun şirinlikləşdirmənin, istəyin, arzuların sizi necə idarə etdiyini, qorxuların necə sizi idarə etdiyini fərqinə varmırsınız belə. Düşürsünüz. Hər bir uşaq 2 yaşında bu prosesdən keçir. Və biz o yaşda Adəm Həvva o dövr, o mövqeydə idi deyə, yəni bilirsiniz də bu pritçadır. Bu nominal olaraq, fiktiv olaraq belədir. Yəni Adəm Həvva əslində yoxdur. Bu gözəl hekayə sizin içinizdə baş verir. Sizin şuurunuz haqqındadır. Allah Taala burada yaratmayıb dünyanı. Böyük partlayış burada baş verib, bu dünya burada oldu, mən də burada
ortaya çıxdım. Yoxdur belə bir şey. Bütün bunların hamısı sənin içində baş verib. O Allahdır, o düşüşdür, o günahdır, o mələklərdir, o iblisdir. Hamısı, hər bir şey sənin içindədir. Ali həqiqət elə budur. Bu sənin içində gedən bir prosesdir. Bildiniz? Bu möhtəşəm mübarizə, o böyük səhnələr, döyüş səhnələri hamısı sənin içində baş verir. Cənnətdir, düşdün, saflığını itirdin. Bilik olan kimi sən saflığını itirirsən. Çox. Və nə baş verir? İndi oxuyaq görək nə baş verir burada. Sizə isə Allah qadağı elədi. O dünyanı yaratdı, o almadan yedi biliklə. Çünki Allah fizika, kimya, biologiya, termodinamika, riyaziyyat haqqında bilikləri qəbullanmasaydı, mənimsəməsəydi, bu gerçəkliyi necə yaradacaqdı? Heç cürə, düzdür. Hər bir şeyin fövqündə olsa da, o nə isə yaratmaq üçün bu bilik ağacından istifadə eləməli idi, elə deyilmi? Alma da burada metaforadır. Sizə isə dedi, yeməyin. Çünki qorxurdu ki, siz də öz dünyalarınızı yaradacaqsınız. Allah qorxurdu ki, siz də öz dünyalarınızı yaradacaqsınız. Gördünüz necə bir şey deyir sizə? Hansı incə məqamı deyir sizə? Kardashovun sivilizasiyaları, Neymannın zondu, Zond von Neymann'ı, Kardashov sivilizasiyaları 1, 2, 3, 4, 5 və s. Bunlar hamısı o biri dünyalardır. Və ilan dedi, gələcək ən son doğulanındır. Burada Tövrat möhtəşəm həqiqəti açıqlayır. Gerçəklikdə belə, bioloji baxımdan belə insan ən son təkamül edən, yaranılan bir varlıqdır. Düzdür? Bu da onu deyir də. Sən ən sonuncu gəlmisən. Allah ən sonuncu səni yarattı. Siz, diqqət, siz bütün canlılardan sonra yarandınız ki, onların üzərində ağalıq eləyəsiniz. İblis belə girir Həvvanın ürəyinə ağalıq, Nietzsche'liyini oyadır. Deyir, Nietzsche, çıx ortaya Nietzsche, ağalıq eləmək lazımdır. Gedin tez bazar, bu almalardan yeyin, diqqət. Çünki Allah sizdən başqa adamları yaradacaq və onlar gəlib sizi idarə eləyəcək. Onlar sizi köləyə çevirəcək, onlar sizi məhv eləyəcək. Amma indi siz gedin, yeyin ki, siz bu dünyada ağalıq eləyəsiniz. Allaha kimi olasınız, Allaha bənzəyəsiniz. Bildiniz? İblisin istəyi odur ki, Allahın gücünü qazansın. Diskursiv ağıl, mənşəyi olmayan, zibildən, boşluqdan ibarət olan, puç olan bu diskursiv ağıl Allahın yerini tutmağa çalışır. Mən deyə qışqıraraq. Kainat mövcudluq elə yarandı. Allah iblisin təcəllisi idi, yaradıcı forması idi. Sadəcə mən deyə qışqırdı və reallıq yarandı. Və düşdü. O mən deyə qışqıranda, mən deyəndə düşdü aşağı. Çünki burada mən deyə bir şey yoxdur. Ondan başqa işin yoxdur. İblis dünyanı iki yerə bölür. Allah, iblis. Allah, iblis. Mən iblisəm, o Allah. O Allahdır, mən iblis. Elə bir şey yoxdur. İblis özünün Allah olduğunu qəbullanmır. Sirri gördünüz. İblis özünün Allah olduğunu qəbullanmaq da istəmir. Çünki qorxur. Yox olacaq. Özünü çox hiləgər şəkildə aldatmağı seçir. Ağaca yaxınlaşdı ilan, ağacı bürüdü və ağacı sirkələməyə başladı. Ağac sirkələndi və ağac dedi, toxunma mənə ey hiləgər, ey şərəfsiz, ləyaqətsiz, toxunma. İlan da Həvvaya dedi, gördünüz, iblis belə hərəkət elədi. Qabağa atıldı ki, gücünü göstərsin. Baxın, mən deyirəm də, iblis
şuursuzluqdan yolculuğa çıxdı, yolculuğa belə-belə və xaosun üzərində 1000 il uçurdu. Xaos hardadır? Boşluq hardadır? Burada. 1000 il uçurdu ki, gəlsin Adəm və Həvvanın yerləşdiyi torpağı tapsın. 1000 il. Siz qaranlıqda uça bilərsiniz. Sizin iblis qədər cəsarətiniz yoxdur. 1 qram da yoxdur. Həllac Mənsura görə iblis Allahı ən çox sevən, Allah hər bir yerdə səcdə edən və Allaha görə cəhənnəmdə yanmağa razı olan yeganə varlıqdır. Ona görə Allah səndən çox iblisi sevir. Çünki sən Allaha görə 1 qram da əziyyət çəkmək istəmirsən. Amma iblis Allaha görə, sevdiyinə görə cəhənnəmdə ömrü boyu əbədiyyən qalmağa razılaşdı. Sən razılaşa bilərsən elə bir şeyə. Hər gün, hər saniyə əzab çəkməyə, hər gün, hər saniyə ölməyə razılaşarsan, xeyr. İlan dedi Həvvaya, bax mən ağaca toxundum, ölmədim. Sən də toxun, sağ qalacaqsan. Həvva da artıq cəsarətləndi, toxundu ağaca və diqqət. Ölüm qabağında durdu. Sən saf olanda, pak olanda, əbədilik rejimində yaşayırsan, sən ölümün fərqinə varmırsan, amma düşəndə, düşüşdə olanda ölüm mələyi qarşında durur. Çünki hər zaman ölümü düşünməyə məhkumsan. Çünki sən düşünürsən ki, bu bədəndəsən, mən bu bədəndəyəm, ay Allah, bu bədən öləcək, mən də öləcəm, ay Allah, mənim şəxsiyyətim yoxa çıxacaq. Nəsə eləmək lazımdır. Ən azından namaz qılmaq lazımdır ki, birdən cənnətə gedəcəm, orada keyf eləyəcəm. Yoxdur bu. Sən əbədi şuursan, amma bu yalanın içinə, günahın içinə düşmüsən, metafizik, metaforik günahın içinə düşmüsən deyə düşünürsən ki, buradasan və avtomatik ölüm haqqında düşüncə ortaya çıxır. Ondan əvvəl ölüm anlayışı yox idi, ölüm yox idi. İndi isə sən düşünürsən ki, öləcəksən. Gördünüz? Toxunan kimi ağaca ölüm. Bilgi ağacına toxunan kimi ölüm çıxdı. Mən öləcəm, itirəcəm, yoxa çıxacam. Qorxuların hamısı ortaya çıxdı. Və Həvva dedi, ay Allah, mən öləcəm. Adəm neyniyəcək? Allah onun üçün başqa bir qadın yaradacaq və onu Adəmə verəcək. Mən isə cəhənnəmə düşəcəm. Yox, belə ola bilməz. Mən cəhənnəmə düşürəmsə, Adəm də məndən bir yerdə gedəcək. Gördünüz? Bizim psixikamızdan bəhs edir. Metaforik psixikamızdan. Meyvələri götürdü, tez getdi Adəmə verdi. Adəmin də ağzına, Adəm də saf qoyun kimi belə oturdu. Ye. Yedi və gördülər, yox, belə olmur. Şir hardadır, gəl sən də ye. Ördək, dovşan, it, qurd, pişik, gərgədan, timsah, zürafə, zebra, eşşək, at, inək, qoyun, tutuquşu. Sonra nə canlılar var? Hamısına bir-bir almanı verdi ki, yeyin. Bütün canlılar almanı yedi. Ona görə hamısı qorxur, ona görə hamısı təlaş içindədir, hamısı bədbəxtdir. Bir tək simurq quşundan başqa o almanı yemədi deyə 1000 ildən sonra əbədiyyətdən doğulub, yəni küllərindən yenidən doğula bilir. 1000 il yaşayır, yanır, küllərindən yenidən doğulur. Bizim də əsl formamız əbədi şuurdur, formalardan formalara keçir. Sadəcə bax, bu bizim haqqımızda hekayədir. Və bu hekayə bir lokal bir yerdə, coğrafiyada baş verməyib. Hansısa kainatda böyük partlayışdan əvvəl baş verir. O burada bizim içimizdə baş verir.